قد أنار العشق للعشاق منهاج الهدى سالك راhi həqiqət eşqə eylər iqtida. Eşqdir ol nəşe-i kamil ki andandır müdam. Meydə təşviri hərarət, neydə təsiri səda. Vadi-i vəhdət həqiqətdən məqam-ı eşqdir. Kim müşəxxəs olmaz ol vadidə sultandan gəda. Ey ki əhli eşqə söylərsən məlamət tərkin et, söylə heç mümkün müdür təğyiri təqdiri xuda. Eşq kilki çəkdi xət hərfi vücudi aşiqə, kim ola sabit hər isbatında nəfyi maəda. Ey Füzuli, intihasız zövq buldun eşqdən, böylədir hər iş ki həq adıyla qılsan, ibtida. Allah Füzuliyə Allah rəhmət rəhmət eləsin. eləsin. Allah Amin. ustadımız Hacı Mailidin ruhunu şad eləsin Bəli. biz tərəfdən. Bu bayram günlərində. Bəli, bayramınız mübarək olsun. Bu gözəl Ahəm, bayramların inşallah, olsun. inşallah. Çox sağ olun ki, gəlib bizi yad eləmişsiniz bu gözəl gündə Maili ocağında. İnşallah ki, qəzəliyyatla başlayaq da hələ də. Buyur, buyur ustad. Bu qəzəlin dediyim qəzəlin bir dənə beyti var. Eşq ki çəkdi xət hərfi vücudi aşiqə, kim ola sabit həq isbatında nəfyi maəda. Eşqin qələmi aşığın vücuduna bir xət çəkdi ki, qeyrisinin inkarı haqqın isbatında sabit olsun. Düz deyirəmsə, Allah köməyin olsun. Gördüm o yan beyana baxacağına yadı. Ne demək istəyir rəhmətli? Deyir ki, eşqin qələmi aşığın vücuduna xət çəkdi. Bir hərfin vücud hərfinə deyir. Bir hərfin üstündən xət çəksək nə baş verəcək? Hərf pozuldu. Daha oxunmur o hərf. Eşqin qələmi aşığın vücud hərfinə bir dənə xət çəkdi, pozdu onu aradan ki, qeyrisinin inkarı haqqın isbatında sabit olsun. Bir qeyrinin inkarı haqqın isbatında sabit olmaq üçün eşqin qələmi aşığın vücud hərfinə xət çəkdi, yəni onu aradan getirdi. Çox uzatmıram mətləbi, qısa deyirəm ki, aşığın vücudu aradan getməklə, yəni aşıq vücudu qeyri idi, əğyar idi. Ortada qalan bir dənə yar oldu. Vücud aradan gedəndən sonra mahiyyət qaldı. O mahiyyət də zat-ı ilahiyə bağlı bir varlıqdır. Ki, dünyada hər şey ilahi təcəllinin nümunələridir, nişanələridir. Allahın adlarının təcəllası, dini istilah hadisələr belə baş verir. Amma bu Füzuli dilidir, Allah ruhunu şad eləsin. Bizim də indi məqsədimiz nədir? Biz özümüzü aradan pozmuşuq. Burada eşqin qələmi bizim hamımızın vücud hərfinə bir xət çəkib, ortada həqqin isbatı qalmaq üçün. Qeyrini inkar edirik hər şey varlıqları, həqqı ortaya götürmək üçün cavab olmuşuq inşallah bu məclisdə. Allah bizi müvəffəq eləsin. İnşallah. Həqdə ki, bizim vətənimizdir, Azərbaycanımızdır, Azərbaycana xidmətimizdir, Azərbaycan milli inkişafı naminə çalışmağımızdır. Bundan Azərbaycanın ən böyük gözəl sərvətlərindən biridir, dünya miqyasında tanınır. Və şeiriyyat da o muğamın içində həmçinin ondan qabaq da şeiriyyat yəni dünyada tanınmışdır. Üstadımız rəhmətliyin həmişə məclislərində xanəndələr gəlirdi, iştirak edirdilər, biri-biri ilə həmkarlıq edirdilər. Bunlar şairlərdən qəzəlin mahiyyətini kəsb edirdilər. Biz onların sesindən zövq alırdıq, növbəti qəzəlləri yazırdıq. Hər kəs soruşur, gəl mənim ünvanımı sizdən. O şəxsə deyim, Mailin ünvanı vətəndir. Yəni biz burada özümüz yoxuq, burada Azərbaycan var, Azərbaycanın milli inkişafı naminə xidmətlər var inşallah. Bacardığımızı bu yolda bir-birimizə əl-ələ verək inşallah. İnşallah. Çox sağ ol, çox sağ ol ustad. Hələ bizim belə deyək, neçə vaxtdır da bu söhbət gedir ki, bir açılış eləyək inşallah. Bir dəfə də eləmişdik, indi onun davamı ələ geçsin. Çünki o da hazırdır, YouTube-a qoyulub. Ustad, bizim özümüzün ehtiyacımız var da, Malik qardaşımızdır. Bir neçə xanəndə də var ki, dostlarımız. Bu özləri burada da olması ürəkləri buradadır. Var qardaşımız, mütəllimə də dedik. O da sevindi, dedi ki, vallahi ehtiyac var o məclislərə bugünkü gündə. Çünki çox sıxılırıq. Əl-Füzulidən danışmışkən da dahi Füzuli söz açılıb Füzulidən. Onun bir qəzəli var. Bu aləm üçün könül, qeydin çəkərsən möhnəti qəndir. Fəna
sərmənzilin seyr eylə kimi bir xoşça aləmdir. Aləmdir. Orada bir iki beyt mənə yəni açığı şey qalıb da, sirli qalıb. Hamısında sir var, söhbət. Hansılar ki başa düşürük öz belə deyək də, öz məntiqimizlə, öz biliyimizlə. Onlar bir dənə beyti var deyir ki, əcəl alayişi xöffü xətərdən qurtarar nəfsi. Bu cövhər kimiyayı nəfsə bir iksiri əzəmdir. Mən istərdim ustad imkan dairəsində bu beyti Əcəl alayişi xöffi xətərdən qurtarar nəfsi. İnsanın əcəli ki gəldi çatdı və xətər qorxusu, başqa xətər qorxusu olmur, canı çıxdı da, heç bir qorxu yoxdur da onun içində. Alayiş bulaşdırmaq bir şey. O bulanıqlıqdan əcəl gəldi, pak elədi. Xöffi xətərdən daha heç bir qorxun yoxdur. Qalır bir dənə o tayda ki, Yəni bu şeyi nəzərdə tutur. Yəni yuldun, kəfənə büküldün. qutardı da daha Hə, hətta. bunu deyir də, yəni pak elədi də səni də. Əcəl alayişi xöffi xətərdən qurtarar nəfs. Nəfsi, nəfsi tutar, nəfs Nə qədər getdi. nəfs var. Bəli, çıxdı O can. nəfs ömrü boyu bir xətər qorxusunda var. Hə. Ay qonşunun başına bir iş gələr, ay qonşunun damı yanar, filan olar, beş mekan olar, yol gedirəm benzinim qutarar, filan beş mekan. Min cür xətərlər, vəsvəsələr insanın beynində, həmişə qəlbinə rücu eləyir. Amma əcəl gəldi, bunların hamısı ilə vidalaşırsan. Qutardı. İkinci misrası. Əcəl əlayişi xöffü xətərdən qurtarar nəfsi. Bu cövhər kimiyayı nəfsə bir iksiri əzəmdir. Bu cövhər kimiyayı Nəfsə iksiri əzəmdir. İksiri əzəm qədim istilahdır. Köhnə vaxtlarda çox işlənir. Eliksir sözü. Mən də elə başa düşmüşəm. İndi dünyada İksir eliksir əzəm. kimi müasirdirlər. Bəli. İndi hələ işlənir. Yəni köhnə Dirilik suyu da belə. köhnə kimyagerlərin bir əqidəsi var idi ki, misi qızıla çevirmək olar. Elə biz də həmin əqidə deyil. Şükür Allahın böyüklüyünə. Yəni o əcəl ki gəldi, o elə bir iksirdir ki, bütün bu boşluqlardan qurtarır. Beyt dağda yadımdan çıxır. Əcəl alayişi xöffü xətərdən qurtarar nəfsi. Bu cövhər kimiyayı nəfsə bir iksiri əzəmdir. Nəfsin özünü kimiyaya bənzədir və ona iksir burada tənasüb qurur sözlərin arasında. İksir, kimya, əzəm, kimyaya əzəmlə bir yerdə iksir, bunlar bir-birinə tənasübdür bu sözlər. Seydin sənət bu sözlər. Sənət baxımından. Eyhamdırdır. Bu iksirlə bir şeyə toxunub onu dəyişdirmək olar. Yəni misdən qızıl çevirmək olar, əgər kimyager varsa. Bəli. Amma təsəvvüfdə bunun mənası odur ki, insan o Əli Vahidin kinosunda deyir, rəhmətli bir yer var orada, deyir ki, insanın materialı da olur. Ondan hələ insan düzəlməyi prosesdir. Burada kimyager ustada deyirlər ki, o ustad. Məsələn, təbi olan və yaxud indi bir insanın qabiliyyəti, istedadı olan bir varlığa toxunur, insana toxunur və onu mükəmməl, kamil insan edir. Qızıl insan, bizim dillə Həzrəti insana çevirir onu ki, bəşəriyyətin hidayət vericisi, yol göstərəni olsun, öndə gedənlərdən biri olsun. Bu əcəl burada əslində məcazi mənada işlənir. Çünki bu həqiqi əcəldən danışmır. Burada təsəvvüfdə bir anlam var, ölüm. Məsələn, mənim şeiriyyatımda var da, belə birinci qəzəldə kitabımda ki, öncə kəşfiyyat aparmaq, yolu öyrənmək üçün mütləq ümmi gərək əvvəl ölüm, sonra ölüm. Əvvəl mütləq bu dünyada yerə ölüm ki, o yolu gedin, yola bələdliyim olsun. Nəfsdən azad olmaqdır da, ölüm. Nəfsi öldürmək demək. Bəli, öldürmək. Bu təsəvvüf, şəriət alimləri bu istilahı qəbul eləmirlər, amma təsəvvüf əhli, sufilər bunu belə təsvir edirlər həmişə ki, insan gərək əvvəl öldürsün o nəfsi, sonra təzədən onu dirçəlsin. Bu dəfə Allah istəyən xislətləri dirçəlsin. Məsələn, insanda meymun xisləti var. Növü insanı təqlid eləməkdir. İnsan ömrü boyu təqlidlə verir. Körpəlikdən qonşuya, böyük yoldaşlara. Niyə görür? Təqlid eləyə-eləyə oturuş duruşunu, biri ayağının üstünə aşır, sol ayağının üstünə aşır, birindən siqaret çəkmək öyrənir, birindən filan şey. Yaxşı və pis şeyləri təqlid eləyə-eləyə götürür. Meymun xislətidir. Meymun biri əl çaldı, qalanlara da əl çalır. Biri güldü, hamı gülür. İnsanda şəhvani sifətlər, məsələn, bağışlayın, mən üzr istəyirəm, donuz sifətinə aiddir. Donuz şəhvani heyvan olduğuna görə insanda o sifətlər də var. Əgər o sifət diri qalsa insanda, haçansa tərpənib yenə də pis yola apara biləcək.
it nəfsi var insanda. İndi bunlar biraz çəkiliş üçün yararlı Yo, elə Amma bunlar bizə lazımdır da. amma bunların hamısını təmizləyib öldürəndən sonra qəzəbli insanı, məsələn, ayda qəzəb olur, yırtıcılarda qəzəb olur. Bu xislətlərin hamısı insanda var. Kainatda olan bütün şeylər insanda olduğuna görə Bəli. bunlar da var insanda. Hə də. Bu xislətləri öldürdü heyvanın sifətləri. Məsələn, hədis deyir ki, it olan evə mələk daxil olmaz. Nə qədər ki, it nəfsi burada var, Allahın mələkləri bura daxil olmayacaq. Demək, sən həyatın həqiqi mahiyyətindən xəbərsiz qalacaqsan. Nə qədər ki, it var, mələk ora daxil olmayacaq. Və yaxud deyirlər, bit var bir yerdə, ora mələk daxil olmayacaq. Həmin o bitlər dünyanın məhəbbətidir. İnsan dünyada, məsələn, vəzifə, şan, şöhrət, pul, var, dövlət, qol zoru, belə şeylərə pərəstiş eləməyi, insana həmin o bütpərəstliyə aparan şeylər. İnsan gərək necə ki, Allah onu azad yaradır, heç nəyə baş əymədən, sırf Allaha itaət üçün yaradır. Heç nə bunların heç birində rus demişkən zasiklivəsə eləməsin. Bunların heç birində düyünlənib ilişib qalmasın. Bunların hamısından azad olandan sonra insan nəfsi, körpə vaxtda hamımız elə doğulur, məsum doğulur. Körpə məsumdur. Hə də uşaq baxırsan Bu görürsən ki, şeylər bir həyatda hər şeyi belə necə deyim, hər şeyin üzünə gülür. bəli. Nə Çünki istəsən ondan verir. hər şeydən azaddır, hələ pakdır. Azaddır, paşdır. Bəli. Paşdır. Hələ ki o azadlığı əlindən getdi, neylərin Bəli. əsiri oldu. Nələrsə bilir, dərk eləyə uje xarab olur da, qiymətini korlanır. bilsə, qızılı istəsən ondan verməyəcək. Bəli. Almazın deyil istəsən. Nəfs uje işləyir də. Başlayır nəfs işləməyə. Bəli. Bu nəfsi təzədən böyüyəndən sonra paçlanma yoluna təsəvvüf deyirlər. Təzədən paçlayıb o uşaqlıqdakı məsum vəziyyətinə götürmək üçün ki, mələklərlə irtibata girsin. Ona təsəvvüf deyirlər. Və Yəni də burada da müdriklik yaşına çatmalıdır da. burada gərək mütləq o nəfsi öldürsün. Şəriət alimləri deyirlər ki, yox, onu çərçivədə saxlasın. Amma əslində hələ deyil. Çərçivədə saxlanan bir şey, məsələn, birini həbs eləyirsən, bir müddət islah olur. Həbsdə olduğu müddətdə həmin günah əməlləri, məsələn, qatildir, heç kimi qətl eləyə bilmir. Salıblar ona atdellə kamera edirlər. Adinoçlu kamera deyirlər, ona Allah göstərməsin. Saxlayırlar orada bu adamı. İslah olunmur da. Çıxan kimi yenə də adam Bəli. öldürə bilər. İslah eləməli də insan özünü. O istəklərdən. Bunun istəkləri tamamilə məhv eləyib vicdan, namus, qeyrət, vətənpərvərlik, insanpərvərlik və xüsusilə məhəbbət və eşq xislətini öz bətnində təsəvvürün əsas anlamı eşqə gəlir söykənir ki, insan sevsin. Hətta ona biri zülm eləsə də, o zülmə eləyəni də sevsin. Heç Çünki bu üzr istəyirəm ha ustad. İndi söhbət çoxdur. İstəyirəm onun nüansı da toxunasın. Hələ bu düz məqamında. Bu humanistliyi indi reklam edirlər də belə deyək. Humanistliyi çox belə önə çəkiblər. Humanistliyə necə baxırsın? Humanistliyin içində nə var? Bu saydığın ki, barmaqla saydığın şeylər hamısı humanistliyin içində diyorsun. Humanistlik başqa bir şey də sırayıblar bizə. yox, Adını da burada- qoyublar humanistlik. İndi çox şeydən adam var vətən vətən deyir, vətənə xidmət eləmir amma. Soruşsan ondan deyə əsgərlikdə olmamışam. Vətənə xidmət eləmir. Amma məsələn bu humanizm özü yaxşı sözdür. Humanitar elmlər də elə yaxşı elmlərdir. Amma təsəvvüfün anlamı tamam başqadır. Təsəvvüfdəki eşq anlamı ümumbəşəri bir anlamdır və burada insan xəlifətullahdır, Həzrəti insandır. Allahın yer üzündə nümayəndəsidir. Yəni Allahın işinin icraçısıdır. Mən buradan gedəndə tutalım Seyidi qoyuram öz yerimə ki, ağa Seyid burada sənsən mənim yerimə nəzarət edəcəksən. Allah Taala da bizi yer üzünə öz xəlifəsi təyin edib. Quran ayəsinə əsaslansaq, danışsaq, həmin şeydir. Biz yer üzündə qarışqadan tutmuş, göydəki buludlara qədər, günəşə qədər hamısının qayğısına qalmalıyıq. İnsan ağacı sındırmamalı, ağacın səsi var, qışqırır onu sındıranda. Eşitmirik. Bugünkü elm, kvantum fizika, genetika elmləri yavaş-yavaş həmin şeyləri kəşf ediblər ki, bəli, bitkinin qışqırığı var. Bəli, suyun özünün Səsi var, xasiyyəti var. həyatı Bəli. var, canı var. Və bütün bu canlıların üzərində şah əsər Həzrəti İnsandır. Bu Həzrəti İnsan, Allahın xəlifəsi əvvəl insanların qayğısına qalmalıdır. Məsələn, o humanitarlıqdan dəm vuran adamların bu da bir dənə məşhur sözü var. Dildən dilə keçib hamı təkrar edir və yaxud ki, təqlid söhbəti. İnsanları tanıyandan sonra heyvanlara rəğbətim çoxalıb, məhəbbətim çoxalıb deyirlər. Necə ola bilər ki, ya, ən zəlil insanı, ən zay insanı da götürsən, axı bunu Allah insan yaradıb. Mən onu bir başqa varlıqla müqayisə eləyə bilmərəm axı. Heç cür başqa varlıqla onu müqayisəyə gəlmir axı.
Məsələn, böyük qonşu dövlətləri Rusiyada bir müddət yaşamışam, görmüşəm. Ata-anasını aparır, atır qocalar evinə, iti atasından əziz saxlayır evdə. Şampunu filanı beş-beçanı. Bu ata-anasını bəyənmir, amma iti bəyənir. Yəni həmin o sözə riayət eləyir. Heyvanlara daha çox məhəbbət bəsləyir. Nəyə ki, əvvəl Həzrəti insandır. Əvvəl insan cəmiyyətinin qulluğunda dayanmaq lazımdır. Bəli. İnsanın körü var, şili var, şikəsti var, zəifi var, filanı var. Bunlara xidmət eləmək lazımdır və sonra da bəşərin qalan hissələrini, bəşər deyəndə ki, varlıqların qalan hissələrini, qarışqadan tutmuş, kirpidən tutmuş, göydə uçan quşa qədər bunların hamısının qeydinə qalmaq sənin, mənim, bəşərin hər bir nümayəndəsinin üzvüdür. Bu olur humanitar elm. Amma bu təsəvvüf eşqi burada tamam başqadır. Təsəvvüflə yanaşanda bu məsələyə sufilərin məsələn böyük övliyalar olublar. Məcnun özü Leyli Məcnunda həmin övliyalığın nümayəndəsidir. Quşlar, vəhşi heyvanlar yığılırlar başına. Bəli. Hamısı ona itaət edirlər. Şir, yırtıcı heyvanlar gəlirlər onun dövrəsində fırlanırlar. Nə üçün? Çünki onların qaydasına qalır. O onlara müsbət enerji getirir. Onun yanında canavarla ceyran bir yerdə olurlar və bunlar bir-birinə toxunmurlar. Kamil insan olduğu yerdə, o məhəbbətin tam təcəllası olduğu yerdə bu iki dənə varlıq bir-birinə zahirən düşməndir. Harda olsa canavar ceyranı parçalamalıdır. Ceyran da görən kimi onu uzaqdan eşitməmiş səsini, iynə eşidən kimi qaçıb yoxa çıxmalıdır. Kamil insan yanında birləşirlər, icma qururlar, onun ətrafında yaşayırlar, bir-birinə də toxunmurlar. İnsan bu enerjinin, təsəvvüfdə bu enerji var. Humanitar elmlər kitablardan öyrənilir, sonra yaşanır bir qədər. Amma bu eşq insanın zatındadır. Allah bizi belə yaradır. Və biz o bizim yaranışımız hədəfinə doğru qaydanda həmin şeyi kəşf edirik. Ətrafa müsbət enerji yayır. İnsan mənfi enerjini də alsa, gərək onu müsbətə çevirib ətrafa ötürə bilsin. Bir də bu məqamda məhəbbətdən qəzəl düşsünlər də mənim üçün. Bir dənə düşsünlər, Malik qardaşımız da bir balaca səsi ilə. Mən də burada danışmağım bəlkə də artıqdır. Yox, Məndən qat-qat. Əsla. Bu sahəni yaxşı bilirsiniz. Sadəcə sən dediyin, mən təxmin edirəm. İngilis dilində human canlı deməkdir, insan deməkdir. Humanizm yəni həzinin dediyinin tərkib hissəsidir. Humanizm insana, canlıya sevgi deməkdir. Bəli. O humanizm bu söhbətin, o təsəvvüf söhbətinin tərkibində olan bir hissədir. Bir hissədir. Mən ona görə dedim ki, o saydığı human sözündən gəlir. saydığı o neçə dənə ki əməllər saydığında filan əməl, filan şey Sevgi, olmalı. məhəbbət, eşq. Onlar bunun içindədir, yoxsa bu onların yanındadır? Bəzi vaxtlarda Bunu sadəcə olaraq məsələn qanunu yazırlar, qanunu pozmaq üçün çox vaxtı. Bu humanitar elmlərdən də, humanitarlıqdan da çox vaxt onu pozmaq üçün istifadə edirlər. Əslində elə şeylər var ki, onları məsələn tətbiq eləyəndə doğru tətbiq eləmirlər. Amma bunun şərq dünyası daha qədim olduğuna görə. Məsələn, psixologiya əsaslanır həmin o humanitar elmlərin bir hissəsidir və humanitar elmlərə dayaq olan bir şey. Əsaslanır insanın 5 duyğu qabiliyyətinə. 5 dənə duyğu qabiliyyətindən toxunma, iyi bilmə, dad bilmə, onların refleksləri beyində filan 5 mekan və cürə-cür təcrübələr keçirdirlər. Çox vaxtı da fərqli-fərqli nəticələr alırlar, bir şey də çıxa bilmirlər. Bu zahiri duyğuların əsasında refleksləri hesablayırlar, tənzimləyirlər, neysə nəticə çıxartırlar. Amma şərq təsəvvüfü zahiri hissiyatdan qətiyyən demək olar ki, uzaq. Çünki biz bu hisslərdə heyvanlarla müştərək. Heyvanların da toxunma, dad bilmə, görmə, eşitmə qabiliyyətləri var. Amma insanda batini qüvvələr var, Bu 5 dənə zahiri qüvvənin müqabilində insanda hafizə, filan, şuur, fəhim, cürə-cür qüvvələr var ki, və o qüvvələri inkişaf elətdirib dediyim həmin o övliyallah eşqini, Həzrəti insan eşqini kəsb eləyə bilər. Bütün varlıq aləmini öz sevgisi ilə əhatə eləyə bilər və yer kürrəsinə, yəni bu söz deyil, boş söz deyil, yer kürrəsinə öz sevgisi ilə əhatə eləyə bilər. Hətta cümlə deyir, cümlə kainat səndədir də. Caharu pəncü şeş mənəm, zərrə mənəm, günəş mənəm. Bəli. Yəni həmin söhbəti gəlir. İnşallah ki, ustad, inşallah ki bu beyti açıqladın. Ondan sonra bir beyti də var. Malik qardaşımızın ifasından sonra. Onu da deyərəm, ona da bir balaca açıqlama verərsən. Buradadır. Deyərlər, qəzəl də deyir. Bu səs olmaz.
Salih, biraz piano çal, bir dənə qəzəl desin sonra. Darıxmır, zədər. Buyur, Seyid. Bu qəm ki mən çəkirəm, çəksə bircə can dözməz. Bu qəm ki mən çəkirəm, çəksə bircə can dözməz, nə bircə can, amma billah bütün cahan dözməz. Görüş çağı üzülən cismi göz yaşım yıxacaq. Görüş çağı üzülən cismi göz yaşım yıxacaq. Bahar daşqınına bir quru saman dözməz. Mənəm ki eşq çölündə ərəb, ölübdü dəvəm. Mənəm ki eşq çölündə ərəb, ölübdü dəvəm. Bu ayrılıq yükünə heç karvan dözməz. Nə xoş ki boynuma qansızca qanmadan çəkdim. Nə xoş ki boynuma qansızca qanmadan çəkdim ağır əmanəti ki dağ, yer, asman dözməz. Vəfası olmasın əksik ilahi sevdiyimin, əyəsdir, yoxsa mənim səbrimə zaman dözməz. Oxuyuram, ancaq Hacı Ələmdar Mahir'in bir qəzəli var. Öz kimliyi tərkib edin sevdiğim. Bu qəzəlin Ya Allah. Bəli, biz mahnı kimi. Kim sevməsən öz yurdum, bu dünyadan açar gider. Kim sevməsən öz yurdum, bu dünyadan açar gider. Nişan koyar, ne qəlbə nur saçar gider, ne qəlbə nur saçar gider. Gezdim çaylar, göllər üstə, gül bağladım dəstə, dəstə. Şair nəbi son nəfəsdən, bu dünyanı buradan gedir. Gəldim çaylar, göllər üstdən, gül bağladım dəstə, dəstə. Şair nəbi son nəfəsdən, bu dünyanı buradan gedir. Öz kimliğini terk edebilseydi ger insan, öz kimliğini terk edebilseydi ger insan, koymazdı geden bir de ömrünü heder insan. Yok şübhə ki dünyada melek tek ucalardır. Yok şübhə ki dünyada melek tek ucalardır. Öz nefsinin ram edebilseydi her insan,
haqqın əlindən. Gəl qeyrətə al haqqını göstər hünər insan. Dili üşaqa, mahir dili üşaqa çalış zövqü səfa ver. Mahir dili üşaqa çalış zövqü səfa ver. Qoy el söyləməsin ay Məmməd qardaşım, ta ki sənə bir səmərin bizim eldən bu adətdir əzəldən. Hörmət olar sənətkara sevgilim. Bizim eldən bir adət var əzəldən. Hörmət olar sənətkara sevgilim. Mən dönməm sənin kimi gözəldən. Qaşlar qara, gözlər qara, sevgilim. Qaşlar qara, gözlər qara, sevgilim. Qulaq hörüklərin oldu, incimərəm salma yurmaq oldu. Biz gederiz koca dünyadan. Rahim durmaz nazlı yaram, sevgilim. Biz gederiz koca dünyadan. Rahim durmaz nazlı yaram, Amerikan da orada hərəkət. Allah var. Bir oxudu toya falan yoxdur. Özü kimi, qavalı kimi özü də anakondur. Allah sıvar eləsin. Allah nəfəsimizə bərəkət. Deyirəm ona ki, o Kəlbəcərə gedəndə bu dağ keçilərindən birini tut dərisindən salaq olub qavalın üstünə. Barışmır mənə. Yox, qoy. İnşallah yollar açılsın, sən aparacaqsan. Nəinki sənin burada olan bütün dostlarım. İnşallah bir meclisi də orada eləyərik. Sağlıq olsun. Bu meyin camını icad eləyən kəs cəm olub. Bax. Nuş edib onca meyi, ta ki tamam bir qəm olub. Çox deyib zahid ona, gəlməyi tərk etməyi, belə yazıb. Bəlkə düzdür sınıb burada. Çox deyib zahid ona, gəlməyi tərk etməyib. Tərk etməyib. Yox, yeni ilə orada. Etməyib. Tərk edəndə bu fəna mülkü deyirlər dəm olub. Bax. Hüşyar kimsənələr zövqü meyi tərk eləməz. İçməyib zahid onu çünki ağıldan kəm olur. İçməmiş kimsə deməyib dərdini öz dilbərinə, kim ki mey nuş eləyib yarına o həmdəm olub. Bir zaman mail özü dəhridə biçarə idi, indi mey camı onun dərdi üçün məlhəm olub. Eşitmişim qəzəli? Yox. Sakin bugünkü olmuşam ol kuyi yaridə. Sakin bugünkü olmuşam ol kuyi yaridə. Tale gülərmiş Allah üzər ruzigarıdə. Öpmək üçün ayağını az saçına məni. Mənsur misli şad olaram mən də daridə. Ey gül,
Əcəbmi qanlı yaşım axsa səmtinə, bu seyli çağlamazmı məgər hər bəharidə? Allah üçün görün gözümə ey pəri nola, divanə tək rəvamı qalam intizaridə. Xəlq içrə ey könül, dəxi rüsvalıq et şüar, namusu ar fikrini çəkmə kənaridə. Ol sərvi qəbrim üstdən ötüşməz deyə bugün, beyti qubarım artmadı hərdəm məzaridə. Bu qəyəm ki mən çəkirəyəm, çəksən bircə can dözməz. Bu qəm ki mən çəkirəyəm, çəksə bircə can dözməz. Nə bircə can, buna billah, ya bütün cahan dözməz. Görüş sadı üzülən cismi, görüş sadı üzülən cismi göz yaşım yıxacaq bahar daş qanına. Bahar daşqınına bir quru saman dözməz. Mənəm ki eşq çölündə ərəb ölümdü dəvəm. Mənəm ki eşq çölündə ərəb ölümdü dəvəm. Bu ayrılıq yükümə hiç karvan dözməz. Nə xoş ki boynuma qansızca qalmayıb çəkdim. Nə xoş ki boynuma qansızca qalmayıb çəkdim. Ağır əmanəti ki dağ, yer, asman dözməz. Bükülsə də belim avuşa qamətin çəkərəm. Düşünmə ki bir oxu çəkməyə kaman dözməz. Vəfası olmasın əksik, vəfası olmasın eksik ilahi sevdiğimin. Ey əsri, yoxsa mənim səbrimə zaman dözməz. Əcmali də yad eləyək. Sağ ol, ay vali. Ruyini aytəy buludlar içrə pünhan etmisən. Sanki sən eşq əhlinə
etmisən Dərzisi tərk eyləyəm Şəhriyə düşüb səhralara Dərzisi tərk eyləyəm Şəhri düşüb səhralara Bəzisin aləmdə səyyən Hak ilə ihsan etmisən müqtəsən Müqtəsər bir kimsə yox Zülfün kəməndən daşan Bəs nədir? Söylə cavabım bir belədan etmisən Qalacaq səndən fəqət Xoş bir əməl dünyada bil Oy moyli Eşqinlə sən axır qəzəl xan etmisən Ay canım Məndən olsa bu dili zarı bölərdim sənlə. Məndən olsa bu dili zarı bölərdim sənlə. Dil zarımdakı əsrarı bölərdim sənlə. Nə dinib hərzə və hədiyan, nə susardım lal tək. Nə dinib hərzə və hədiyan, nə susardım lal tək. Qəlbi azuqəsi əşarı bölərdim sənlə. Can sənin, cismin mənim, qəlbi sənin, eşqin mənim. Hər nə varımdır sətən yarı bölərdim sənlə. Əhsən. Özlüyümdə mənə eşqimdə dəlilim qəmdir. Dərdi eşqin ola meyarı bölərdim sənlə. Heyf bu dövr-i fələk olmadı məndən hali. Məndən olsa bu dili zarı bölərdim sənlə. Əhsən, maşallah, maşallah. Buyurun. Hey, ay, ay.
çıxarmaq həm çətindir, həm asan. Baş çıxarmaq həm çətindir, həm asan. İblisindən, mələyindən Adəm satdı bir buğdaya cənnəti, ta düşdü kələyindən Nə gözəldir ürək gəlir söz alsın, yaşamadım bir dünya yarısı. Əzab adlı dəyirmandan narın çıx, keçəcəksən əleyhindən Əhsən, barakallah. Arzun üçün bir mərayən cürdüm, o təpədən bu təpəyə yürüdüm. Niyə Niyə qorxub kəfəndən nə gördüm, əbəşindən ayrıldım Ey bəxtiyar, zaman ömrü erdər, o dünyaya getməmişdən süründə. Arxasınca Arxasınca palaz kimi sürüdər, bərk yapışsan ətəyindən dünyaların. Əzməyinə bağışlar, ay Məmməd qardaşım, dost dostlarına bağışlar. Başım cəllad əlindən nə kəsər, nə bağışlar.
bilib qanan doğru söz insanın ədalətidir. Vicdan təmizliyi hər yarananın müqəddəs varlığa itaətidir. Ömür bir müddətə qurulan saat, qurulan saat, ömürdən payımır dilənçi həyat. Xəstəlik, məhkəmə, ölüm qazaman. Yaşamaq insanın cinayətidir. Aqilə məxsusdur bir söz, bir əməl. Cahilsə yüz sözə qoymaz bir məhəl. Namərdi qəmləri gəzər əlbəəl. Yalan saf ürəyin xəsarətidir. Xəsislik taleyi tərsinə yazar. Xəsislik taleyi tərsinə yazar. Xəbislik taleyin qəbrini qazar. Hərislik toxluqdan yaranan azar. Qorxu cəlladların işarətidir. Atanın cəzasını çox edər Allah. Övladın yanışından olmasa agah. Kiçiyin məclisdə etdiyi günah onun böyüyünün qəbahətidir. Ay canım, ay. Mən xəyalımla sənin ömr edirəm rindanə. Üzünü yad edərək nuş edirəm peymanə. Həkk olub xatirimə şux baxışım məstanə. Dolanır başıma billahi yenə meyxanə. Rəhm elə dadıma çat, döndü şərabım qanə. Al ayağı ələ, ta qalmaya bir biganə. Badəni məclis eşqində salıb dövranə. Eylə bir cam ilə fərsanələri divanə. Gözümün qarəsi gəl gözlərimdən nur gələ. Qədəhi al ələ aşiqlərinə şur gələ. Sübh-i meyxanəyə hər kim dəxi rəncur gələ. Onu məst eyləyəcək badə-i əngur gələ. Öylə mey ver ki içim şir mənə mur gələ. Kimsə şəkk etməyə ta kim bu sənə zur gələ. Badəni məclis eşqində salıb dövranə. Eylə bir cam ilə fərzanələri divanə. Gərçi dünya dolu bir badə meyi zülm istəm. Sən qədəh ver məni şad eyləsin ey nazlı sənəm. Şərabın nəşəsi ki rəf eləyir dərd-ü ələm. Ey görəm piri muğani, sənə aləmdə nə qəm. Gül üzün hər görənin xatirin eylər xürrəm. Kənar eylə hicabın zahir edib lütf-i kərəm. Badəni məclis eşqində salıb dövranə. Eylə bir cam ilə fərzanələri divanə. Kafəri mütləqəm etsəm vəli həqq inkarın. Qorxuram tuş ola qəhrinə canım qəhharın.
Qoymuşam eşq yolunda iki dünya varın, kuyinə yetmək üçün bir gülərüz dildarın. Kəbəyi hüsnü təvaf etdiyi dəm zəvvarın, ey təravətli gülü, nəşə dolu gülzarın, badəni məclis eşqində salıb dövranə, eylə bir camilə fərzanələri divanə. Sağ ol. Oxu, Malik. Nöqsandı ki insan sənə şeytan demək olur. Nöqsandı ki insan sənə şeytan demək olmur. İnsan sənə insan kimi insan demək olmur. Sağ ol. İnsanlığı məhv eyləyən insan sən özünsən. Səndən savayı kimsəyə nadan demək olmur. Xəlq etsə də Xaliq səni dünyaya xəlifə, şeytan idi hökmün, şeytan idi hökmün, sənə sultan demək olmur. Haçalanmış iki sevda yaşayırsan, dünya belə məşuqəyə can demək olmur. Həm cinsinə insan kimi heyvan meyl etmir. Heyvandan İraq heç nə, heç sənə heyvan demək olur. Qəlbində məhəbbət daşıyan zalımı əzazil, nə dost demək olur, nə də düşmən demək olur. Dərd eyləmə Azər, dərd eyləmə Azər, görəcəksən bu yaxında insanlar. Dərd eyləmə Azər, görəcəksən bu yaxında insanlığa, ol dəhrdə nəfsən demək Sağ ol abi, Allah'ın ağrımasın. Var olun. Feyza bələdlər bizi. Ustad, o dediyimiz kimi Füzulinin o ikinci beytini də istərdim nəzərbə çatdırırım. İnşallah onu da bir balaca şərh verərsən. İnşallah ki, yekunlaşdırarıq, salamatçılıq olsun. Yox, bir dənə də beyt xırdalı yəni. Mütləq, nə indi bahar idi. Hansı axırıncı qəzəl oxuduğum, kimin qəzəli? Azər dostumuzun bu kitabdan oxudu. Buyur. Qətiqər adamsın. Hə, sənin həri. Demək, o ikinci beyti də ki, ikinci beyti deyil, əslində ola bilər 5-ci beyt sayılsın. Bahar əyyamı girsən laləzarə, xaki əczasın. Belə bir.
Bahar əyyamı girsən laləzarə xaki əczasın, mühəqqər görmə kim hər zərrə bir cam ilə bir cəmdir. Bu Anım beyti. tənhalığı qəbr içrə nifrət etmə Qılma ölməkdən, təriqi ünsü tut kim hər ovuc topraq bir adam. Mən biraz Füzulini islah eləmişəm, Allah keçsin təqsiratını. Aha. Tut ünsiyyət yolun kim hər ovuc torpaq bir adam, biraz sadələşdir. Deyir, təriqi ünsü tut kim hər ovuc topraq Həmin bir adam. sözdür, tut Ancaq, ünsiyyət yolun kim hər ovuc torpaq bir adam. Çox böyük, yəni onu asanlaşdırmaq asan iş deyil. Hələ də Allah ancaq ki bir dənə mən bu yaşa çatmışam da, bir döküşə keçmişik. Seyid Əzimdən də qəzəl əzbərləmişik, Füzulidən də əzbərləmişik, Nizaminin tərcümə qəzəllərini də əzbərləmişik, Xəqanidən də var. Yəni Füzuli özüdür də, naturadır da. Allahın Yəni, rəhməti nə eləsin. gəlib çatıb bizə odur. Ancaq Füzulini mən əzbərləyəndə mən rahatçılıq orada əziyyət çəkməmişəm. Yəni bu aləm kim könül qeydin çəkərsən möhnəti qəmdir. Bu qəzəli mən Alim Qasımovun ifasından əzbərləmişəm. Sonradan olur da insan oxuyanda neysə təhrif edirsən, neysə söz düşür, yadından çıxdığın ola bilər bir söz. Sonradan kitabda baxmışam, qəsidələr desən hissəsində yazılıb kitabda. Bu qəsidə gedir də əslində, yox? Qəsidə də yox, qəzəldir. 7 beytli qəzəldir. Qəzəldir. Ancaq onu ayrıca bir qəzəllərin içindən tapmadım. Qoy beyti Ayrıca də bir- Seyid Xırdalısın elə. Yəni əzbərləmək asan da olur. Əczasını Çünki həm də ki beyninə oturur, yaddan da sonra özü çıxır. ha. rəhmətli deyir ki, qəzəl də ki, Çünki məhşur rəhmədəy dövran. şəhməni dərvişi çəkən ahilərə bu çətin qəzəldir də. Belə şeylə baxanda sözlər deyil. Hansı bəhrdir bu? Rəhmədəy şəhməni dərvişi çəkən. Hə. Ancaq bunu rəhmətli Hacı Baba Hüseynov oxuyub Şur Şahnazda. Özü gör hansı hissədə Şur Şahnazda oxuyub bunu. Qəşəng Bəzi oxuyub. mənbələrdə Mən əlavə kimi verirlər. onun ifasından öyrənmişəm bu qəzəli. Sonradan kitabdan öyrəndim. Özü rəhmətli deyir ki, bağışda sözü Buyur. kəsilməm mən. Deyir ki, qəzəl də ki, məhşur dövran ola, oxumaq da, yazmaq da asan olar. Tələbi Füzulinin öz tələblərinə riayət edir, ona görə də rahat yadda qalır. Həm də ki, bizim Füzuli Çatıb da orada. canımızdadır da, Allah sevdirir onu bizə. Yəni bu məhəbbətin sirri. Elmli insan, hər tərəfli insanın. Bəli, bu beyti bir dedi Seyid Xırdalısın ona. Buyur. Bahar əyyamı girsən laləzarə, xaki əzlasın, mühəqqər görmə kim hər zərrə bir cam ilə bir cəmdir. Bahar əyyamı girsən laləzarə, xak əczasın. Əcza yəni düz sözünü cəmiyyətdə, düzləri, zərrələrini. Xak əczasın, mühəqqər görmə ki, Hər zərrə bir cam ilə bir cəmdir. o xaç torpaqdır, biz onun üstündə gəzirik. Aha. O, zahirən həqirdir də, yəni biz onun üstünə ayağımızı qoyub gəzirik. Aha. O deyir ki, sən onu mühəqqər görmə, xor baxma ona, onu yuxarıdan Hə, aşağıda ayağın altında olduğuna görə hələ bax. Hər zərrə bir cam idi, bir cəmdir. Bu Ömər Xəyyamdan gələn və ondan da əvvəl yəni Ömər Xəyyam üslubu kimi məşhur olan bir söz ki, insan torpaq olur. Xakidən xalq olun. Bəli, xakidən xalq olunub, sonra da Cəfər Cabbarı demişlər, insan da nədir əvvəl torpaq, sonra torpaq. Xalq olunur, sonra torpağa çevrilir. Yəni xaç, əczası Hər zərrə bir cam ilə bir cəmdir. bir cəmdir. Hər zərrəsi bir, hə, cam. Hər zərrəsində bir həyat nişanəsi yer var. Əzzad dərmanıdır. Həmin o torpaqda elə insandan zahirən kiçik məqam sahibi olan bitkilər də düzəlirlər, yenə də insana Aha. xidmət edirlər. Bu əczaxana əczasınla sözlər bir götürüb də kökən. Eyni söz düzləndir. Bahar əyyamında da xüsusən dilli torpağın da Aha. suyun da torpağın da dilinməyi bahar əyyamında baş verir. Həm də ustad, sözdə yəni ağacın da bir səsi var. Torpağın da bir canlılığı var orada. Cam ilə bir cəmdir, yəni məsələn Quranda ayələrdə var ki, insan Allahı bir ənfusda, bir də afaqlar nişanələrini görə bilər də ayətlərdə. Ənfusdan özünə aiddir. Həmin cam ilə cəm bizik. Ayrı-ayrılıqda hamımız bir cəmşidik, cəmdir. Yəni mahiyyət etibarilə. Burada da cəm verir də insanlara. Cəm burada cəmşid mənasında. Həmin camı ixtira edən cəmşid mənasında. Cami Cəmşid.
Tamam, cəhənnəmə deyirəm. Sən bir dənə beyti xırdala bizim üçün biraz müfəssəl xırdala. Yer, asiman. Oxudu indi Məmməd müəllim. Bir də o beyti yaxşı xırdala bizim üçün bir feyziyalı. Öz ağarlı sübh yeri huşa gel görək, Allah bağışlayandır kəsə tövbəkar. Bu sübh yeri bir var oradan yeri söküləndə bir de var sübh yeri burada ağarlıda. Saç budun ağarlıda. Sağ ol. Onun mövzunu deyim, mövzu ağarlı sübh yeri. Xanəndələr qorxur Huşa söyləyəni gəldi. alacaqsan biz oluşunaslar da yerə qorxaq yerə yavaş versən. Həm oradan yeri söküləndə ona da deyirlər sübh yeri. Bir var Özü çaşıb ağarlıda. qalıb Qreysdə. Qoy bir dənə beyti Seyid xırdalasın. Yer, asiman bir dənə. Nə xoş ki, boynuma qansızca qanmadan çəkdim. Ağır əmanəti ki, dağ, yer, asiman dözməz. Bu Əhzab surəsi, Əhzab surəsində bir ayədir, əmanət ayəsi. Şeriətdə çoxdur o mövzuda qeydlər. Yəni, tərcüməsi belədir ki, ayəni Allah Taala buyurur ki, mən, inna biz daha doğrusu ərz etdik, deməli, göylərə, yerə, dağlara, nəyə əmanət ərz etdik. Amma deyir, onlar hərbə ilə, yəni çəkindilər, qorxdular, saqındılar, boyun qaçırdılar həmin əmanəti daşımaqla, yüklənməkdən. Və ondan bir dənə də əşvaqla gəldi və əşvaqla minhə. Və ondan yəni çəkindilər, o birisində boyun qaçırdılar demişdi, burada çəkindilər deyə. Amma insan neynədi? İnsan öz boynuna götürdü onu. Və Allah sonra buyurur ki, həmin ayənin sonunda, yəni, innahu kanə zəlumən cəhula. Həqiqətən də insan zəlum və cəhul oldu. Bir var zalim, cahil, bunlar yəni daha adi şiddət dərəcəsində, bunda şiddət yoxdur. Yəni insan zülm edəndə olur zalim, cəhalət edəndə olur cahil. Bir dəfə də ola bilər, yəni bilimsizliyin əksi kimi cahildir, ədalətsizliyin əksi kimi zalim. Amma zəlim olur ki, artıq ona o sifət yarışdı. Zəlim belə daimən zülm içindədir. Cəhul da odur ki, cahildən də yəni daha şiddətlə cəhalətlidir. Həmişə bu cəhuldur. Həmişə bunda bir cəhalət var. Bunda deməli təfsir edirlər ki, burada bir növ belə istehza var. Amma məsələ oradadır ki, Allah Taala insana ərz eləməmişdir. Ayənin zahirində belə bir şey yoxdur. İnna ərəznəl əmanətə aləs-səmavati vəl-arzi vəl-cibali. Belə gələydir ki, biz ərz etdik, özü burada da məsələlər var. Yəni təqdim etdik deyil, sonra təklif etdik deyil, ərz etdik. Məsəl üçün təklif odur ki, deyirik ki, bunu sənə verirəm ki, götür. Bu təklifdir də, mükəlləf edirsən. Ərz etdiyi odur ki, məsəl üçün deyirəm də, bizim dildə bəlkə o sunmaqla əvəz eləmiyorlar, bir gəl tərcümə eləmiyorlar. Göstərir ki, bunu kim götürə bilər? Belə bir şey var. Seçim qoy. Hə. Yəni burada məcburiyyət də yoxdur da. Bunu götür olsaydı onlar mütləq götürməliyirlər. Bir neçə nəfərə seçim qoyun. Hə, burada məsələ var ki, indi o hər ayənin hər hissəsi müxtəlif təfsir oluna bilərdi. Niyə göy, niyə yer, niyə dağ? Əslinə qalanda burada möhkəmlik məsələləri də var da. Çünki göy həm ucadır, göylər üzü 7 qat göylərdən var, səmavat deyir orada. Və onun üzərində var göy cisimləri. Bunları daşıya bilir göy. Dağ möhkəmdir, yerin dayağıdır. Dağdan möhkəm nə var ki, yəni zahir aləmində, cisimdən dağa nə qədər misallar çəkir Allah. Ondan izafə, yer də dağı daşıya bilir. Yer də o qədər möhkəmdir ki, dağları çiynində daşıya bilir. Yəni, ən zahiri bu işarəsi o möhkəmliyidir ki, yəni yük, həməl daşımaq məsələsi var axı orada. Və onlar heç biri götürmədilər. Onlar götürmədilər, yəni boyun qaçdılar və qorxdular onu. Amma insan o batırında deyək də, onun mahiyyətində bir hiss var idi ki, adını hiss qoyaq bəlkə. Bu olaraq zəif gördü, dedi ki, mən götürərəm. Yəni ona təklif olunmadan, ərz olunmadan dedi ki, mən götürərəm onu. Bu əmanətə də çoxlu şərhlər veriblər də, təfsir alimləri ki, məsələn, şəriət alimləri istəyir, ürfan sıfatları, hərəsi öz yönündən təfsirlər verirlər. Məsəl üçün, şəri mükəlləfiyyət deyirlər. Bir təfsiri belədir. Biri təsəvvüfü vilayətdir. Yəni, mürid müşkil məsələləri, ümumiyyətlə, Allahın insanda görünür istədiyi sifətlər. Sonra canın özünə əmanət deyiblər, əqlin özünə əmanət deyiblər və s. Aşıq şairlər də ona eşqlə təfsir edirlər. Yəni ki, bu insan ki, zəlum və cəhul oldu, o
Hafiz Şirazi deyir də, daha doğrusu o da təzmin eləyib ki, Hələ ya xəssaqi ədir kəsən və nabil ha ki, eşq hasan namud əvvəl Bəli, افتاد müşkil ha. Yəni, ey saqi, camı kasını dolandır, gətir, içizdir, mənə də ondan ver. Eşq badəsi. Bəli. İkinci misrada deyir ki, eşq asan namud əvvəl. Əvvəldə elə eşq çox asan görsəndi. Baxdı, məsələn, vuruldu, asan görsəndi. Bəli, oftad, müşkil ha, sonralardan necə müşkillər düşdü ortaya. İndi bu insan o fitrətində var, eşqə bir dənə yaraşan varlıq insan da həqiqi o pak eşqdən söhbət gedir. Fərqi yoxdur, məcal, ilahi, belə bir xətdir. Burada başlayır, davam edir. Şimdi mən, yəni o Bu beyti bir dənə də təkrar elə. nə xoş ki, boynuma qansızca qanmadan çəkdim. Qansızca qanmadan, həmin o biri zəlumdur. Qansız zalıma deyilir. Şey də, hə. O ayədə gələn zəlum sözdür. Bir adam zəlumdursa, qansızdır. Hətta yəni Qansızca qanmadan. Qanmadan da həmin cəhuldur. Qansızca qanmadan çəkdiyim ağır əmanəti ki, dağ, yer, asiman çəkməz, dözməz. Bu üç dənə də orada. Ümumiyyətlə də bu əmanət vacib mövzudur. Məsələn, onun vacibliyinin bir dənə bu siyasına baxanda başa düşmək olur ki, bu nə qədər Allah üçün əhəmiyyətli mövzudur. İnsanda görmək istədiyi belə ən xas sifət odur. Çünki Həbibullah əmin idi. Sallallahu aleyhi və səlləm. Həzrət Peyğəmbər əmin idi. Və məsələ oradan başlayır ki, əmin Allah, Allahın isimlərindən biri əmindir. Muhammedül Əminə, Cibril Əminin vasitəsilə, bəli, Quran əmanətini Səmərin hədisində kafirlardan söhbət gedir, böyük Qurandır. Neynədir? Göndərdi, indirdi. Niyə? Həmin o insan ki, həmin o ümmət ki, həmin o yerdə qalan insanlar ki, demişdilər ki, ver bizə əmanəti, onları çatdırsın. Hər bir nöqtəsində əmanət məfhumu var. Bu bir həd, sırat-ı müstəqim deyək buna, yəni necə deyək, həmin əmanətin göstəricisidir. Ümumiyyətlə də vəfadır, sədaqətdir. Məsələn, şeiriyyatda aşiqlərin sadiqlik sifəti var. Sədaqət məndə Məcnundan Füzun, aşiqlik istedadı var. Aşiqlik sadiq mənəm. Məcnunun ancaq adı var. Məsələn, oradakı niyə Məcnundan özünü artıq tutur zahirən? Çünki sədaqəti ondan artıqdır, onu demək istəyir. Doğruluğu, həmin yenə də əmanətdir. Bütün şeiriyyata, üfüqü, şabirli, hara baxsan bu əmanət məsələsi. O bir də o duz kimi də, bu sözü dəxli yoxdur mu? Meclisimizin duzu gəlsin. Hacı Baba Hüseynov qubernator bağında gezir. Bu Corzayilər də gezirlər orada da söz axtarırlar, söz atmaq istəyirlər Hacı Baba'yı da tanıyırlar. Hacı Baba kimdir? Hacı Baba da təzə uşaqda Füzulinin qəzəlinə oturur. Məndə Məcnundan Füzun, aşiqlik istedadı var. Bunu deyib, oxuyub, cəmaat da bunu elə məndə Məcnundan Füzunla tanıyır. Yaxşı, bəs ondan qabaq uşaqda nə oxuyublar? Başqa şeylər oxuyublar. Çox şey Eşitmişəm olub. Ol pəri və kim məlau hədmülkün çox olub da. Yəni o elə bir bəhirdir ki, həm gəmb oldu qəzəl o bəhir. Neysə, bunu bu Corzayilər keçəndə Hacı Babanı görürlər, istəyirlər ki, sadaşsınlar, ama bir də Hacı Baba bunlar qəşəng söz düşsün də. Keçirlər yanından, məndə Məcnundan Füzun, aşiqlik istedadı var. Bir deyirlər buna, iki deyirlər buna. Bu şey görür ki, bunlar buna ilişirlər də, elə-belə demirlər, məzələnirlər buna. Gəlib birini də deyəndə, məndə Məcnundan Füzun, aşiqlik istedadı var. Hacı Baba da qəti, gör olsun, aton sən kimi bir evladım var. Hələ orada yerində deyir. Yəni bunu istəyir də, sənə deyir də bunu da, zəhərdən o keçir yanılır. O da məzə üçün dedim ki, Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. O da böyük xidmətlər göstərdi Azərbaycan maariflənməsinə. Əliağa Vahidin məsələlərində çox olub belə şeylər. Bayırda, bazarda çox söhbətlər olur. Lap əlvi də qəşəng qoymusan ha. Yəni deyə bilərsən. Bu xarabadır. Bəli. Növbəti məclisimizdə xərabat istilahını biraz xırdalayaram. Amma burada zalümən cəhulə, insan ki o ayədə keçir, insan götürdüyü əhdə əməl eləmədi. Ona görə zalümən cəhul oldu. Birdən
birdən əməl eləsəydim, götürdüyü əmanətə xəyanət eləməsəydi, zalımən cəhul olmazdı. Və kana insanı zalımən cəhul. Üçün əmanətə riayət eləmədi. Allaha Cənnətdən orada qovuldu. və orada ümumiyyətlə söz vermişdilər ruh aləmində. Bizim əqidəmizdə indi var materialist dünya görüşü, var idealist dünya. İdealist dünya görüşündə biz dünyada çox, dünya yaranmamışdan yaranmış varlıq. Dünyanın yaranma səbəbi Həzrəti insan. Bu ideyalar aləmində, Platonun dili ilə desək, məfkurələr aləmində insan bu şeyə söz vermişdi ki, biz yer üzünü islah edəcəyik, abadlığa aparacağıq, gözəl işlər görəcəyik, təbiətin, bəşəriyyətin, hər şeyin qayğısına qalacaq. Bunların heç birini eləmir. Əmanətə xəyanət elədi və ona görə də oldu zəlum məncahılı. Birdən qayıdıb indi haçansa vicdana gəlsə inşallah. Bəşər övladı sizə and verirəm vicdana. Biz yerək birləşib axır və baş əyək Qur'ana. Bəs qaldıq bu qədər bir-birinə biganə. Gerək insan olan insanlıq edə insana. Yəni biz axır bu insanlığın mahiyyətinə doğru qaysaq, bəlkə də o zəlum məncəhula tənəsini öz üstümüzdən götürə bilərik biiznillah Allahın köməyi ilə. Allahın köməyi ilə. Yekunlaşdıra bilər ya Seyid Durun əslində. gedək evimizə.